7 may 2025-ci il vacib bir xəbəri diqqətinizə çatdırıram. Zəhmət olmasa burada üstəgəl işarəsi var. Bir dəfə vurmaqla kanalımıza abunə olun. Sosial müavinət və təqaüdlərlə bağlı artım məsələsi son günlər cəmiyyətdə geniş müzakirə olunur. Bildiyimiz qədərilə aidiyyatı qurumlar tərəfindən artımla bağlı təkliflər hazırlanıb və prezidentə təqdim olunub. Bəs bu artımlar nə vaxt baş verə bilər? Hansı sosial qrupu əhatə edəcək və nə qədər faiz artımı gözlənilir? Sualları cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli Ajans Aza bildirib ki, çox güman yaxın zamanda bu məsələ ilə bağlı qərar veriləcək. Demək, ola bilsin bu ayın sonunda və ya gələn ayın əvvəllərində parlamentdə büdcə parametrlərinə baxılsın. O zaman büdcədən müəyyən vəsaitlərin ayrılması prezident fərmanı və ya büdcəyə əlavələrlə və düzəlişlərlə edilə bilər. Belə bir gözlənti var. Əsasən müharibə iştirakçılarına sosial müavinət alanların aldıqları üzrə müəyyən indeksləşmələr və kompensasiyalar ödənilməlidir. Çox güman ki, bu artım yaxın bir ay ərzində ödəniləcək. Tanınmış iqtisadçı ekspert Razi Abbasbəyli isə deyib ki, hazırki iqtisadi və sosial şəraiti nəzərə alaraq bu sahədə dövlət tərəfindən müəyyən addımların atılması zəruri hesab olunur. Bildirilir ki, aidiyyatı dövlət qurumları artımla bağlı təkliflər hazırlayaraq prezidentə təqdim ediblər. Məsələ artıq qərarverici mərhələyə çatıb. Əgər bu təkliflər dövlət başçısı tərəfindən təsdiqlənərsə, artımların 2025-ci ilin ikinci yarısından, xüsusilə iyul və sentyabr aylarından qüvvəyə minməsi gözlənilir. Əvvəlki illərin təcrübəsinə əsasən belə qərarlar yay ilin ortasında, iyul ayında ya da büdcə düzəlişləri fonunda payız aylarında icra olunur. Mövcud təkliflərə əsasən müxtəlif sosial qruplar üzrə artım faizi fərqli ola bilər. Belə ki, az təminatlı ailələrə verilən sosial müavinətlərin 15-20%, 50 olan şəxslər, şəhid ailələri və müharibə veteranları üçün nəzərdə tutulan müavinətlərin 20-25%, tələbə və elmi təqaüdlərdə isə 10-12% arasında artım ehtimal olunur.